İnşallah bugünkü dərsin mövzusu Allahın kəlam sifəti barədə olacaq. Allahın kəlam sifəti barədə. Və İmam Əbu Bakır Əl-İsmail rahimehullah sözünə davam edərək buyurur ki: "Və yəqulun", yəni əhl-sünnə vəl-cəmaa deyirlər, etiqad edirlər ki, Əl-Qur'an kəlamullah qeyru məxluq. Yəni Qur'an Allahın kəlamıdır və məxluq deyil. Və innehu keyfəmə təsarrafa bi qiraətil qari ləhu və bi lafzihi və məhfuzan fi's-sudur mətluban bil-əlsun məktuban fil-məsahif qeyru məxluq. Yəni qarinin, Qur'an oxuyan qarinin onu oxuması, tələffüz etməsi, yəni Qur'anın onu oxuyan qarinin dili ilə tələffüz olması, Qur'anın sinələrdə, hafizələrdə əzbər olması və dillərdə oxunması və mushaflarda, yəni kitablarda, vərəqlər üzərində mürəkkəblə yazılması onu Allahın kəlamı olmaqdan çıxarmaz, onu məxluq etməz. وَمَنْ قَالَ بِخَلْقِ اللَّفْظِ بِالْقُرْآنِ يُرِيدُ بِهِ الْقُرْآنِ فَقَدْ قَالَ بِخَلْقِ الْقُرْآنِ. Yəni kim Qur'an qirayəti məxluqdur desə və bununla məhz Qur'anın özünü nəzərdə tutsa, artıq o Qur'anın məxluq olduğunu demiş, buna etiqad etmiş saylar. Bu məsələ ən önəmli etiqadi məsələlərdən birisidir. Yəni Allahın kəlam sifəti, əslində bu mövzu Allahın ad və sifətləri mövzusuna bağlıdır. Lakin fikir verdiniz, İmam Əbu Bakır rahimehullah bu mövzunu ayrıca zikirlədi. Yəni bundan qabaq İmam Allahın ad və sifətləri barədə danışmışdı ya yox? Danışmışdı. Lakin ümumən müəyyən qaydaları zikr etmişdi və Allahın kəlam sifətini ayrıca qeyd edir. Çünki bu mövzunun xüsusi yeri var. Allahın ad və sifətləri mövzusu içərisində. Ona görə İmam rahimehullah bu mövzunu ayrıca qeyd edir. Və Allahın kəlamı ilə əlaqəli əhl-i-sünnətin etiqadı nədir? Əhl-i-sünnətin etiqadı müxtəsər olaraq budur ki, bəli, Allahın görmə, eşitmə, elm və digər sifətləri, vəsifləri olduğu kimi Allah Azza və Cəllənin həm də kəlam sifəti var. Yəni Allah danışandır. Allahın kəlam sifəti var. Və Allahın kəlamı səslərdən və hərflərdən ibarətdir. Bunun nə olduğunu birazdan biləcəksiniz. Yəni əhl-i-sünnə bunu deyəndə nəyə qəsd edir? Yəni Allahın kəlamı mücərrəd məna deyil. Həm səs, həm hərflər, həm də məna ilə birlikdə kəlamdır. Yəni mənasız səslərdən və ya səssiz mənadan ibarət deyil. Və Allah Azza və Cəllə istədiyi vaxt həqiqi kəlam sifəti ilə danışır. Və bu bir baxma Allahın zatı sifəti sayılır, bir baxma feili sifəti. Biz bundan qabaqki dərslərdə demişdik, zatı sifətlər ilə feili sifətlər arasında olan fərq. Zatı sifətlər o sifətlər idi ki, onlar Allah Azza və Cəllənin zatı ilə qaim olan sifətlərdir, ondan ayrılmaz və Allahın məşiyyətinə, istəyinə bağlı deyil. Yəni, məsələn, Allahın görmə, eşitmə, qüdrət sifətləri kimi. Kimsə deyə bilər ki, bu sifətlər Allahın istəyinə bağlıdır. Yəni, Allah istəyəndə görür. Yox. Aydındır. Amma bir də var, elə sifətlər var, feili sifətlər.
onlara həm də deyilib ixtiyari sifətlər. Niyə? Çünki Allah Azza və Cəllənin istəyinə baxıldı. Məsələn, Allahın istava sifəti kimi. Ar-Rahmanu aləl arş istava. Allah ərşə istava etdi. Bu feili sifətdir. Çünki ərş olmamışdan qabaq bu feil mövcud idi? Yox. Aydındır. Ona görə Allah Azza və Cəllə buyurur ki, Huvəl-ləzi xalaqas-səmavati vəl-arda fi sittətə əyyəm, thumma istava aləl arş. O Allah hansı ki göyləri yeri 6 gündə yaradandan sonra ərşə yüksəldi. Deməli, istava sifəti Allahın feili sifətidir. Allahın istəyinə bağlıdır. Bir də var o sifətlər ki, o həm zatı sifətdir, həm də feili sifət. Misal, Allahın kəlam sifəti. Kəlam sifəti, Allahın kəlam vəsfi əsli etibarı ilə zatı sifətdir. Əsli etibarı ilə zatı sifətdir. Niyə? Çünki Allah Subhanahu və Teala'nın zatı ilə qaim olan sifətdir. Daima Allah Azza və Cəllə bu sifət ilə vəsflənib. Elə bir vaxt an olmayıb ki, Allah Azza və Cəllə kəlam sifətindən xali olsun. Aydındır? İstava kimi. Əsli etibarı ilə kəlam sifəti zatı sifətdir. Əsli etibarı ilə. Eyni ilə Allahın görməsi və eşitməsi kimi. Lakin, digər mənada da həm də kəlam sifəti feili sifətdir. Niyə? Çünki Allahın istəyinə bağlıdır. Allah istəyəndə danışır. Aydın oldu? Bu əhl-i sünnətin Allahın kəlam sifəti barədə etiqadıdır. Bunu biləndən sonra bu ümuməndir. Allahın kəlam sifəti barədə əhl-i sünnətin etiqadı. Bunu biləndən sonra biz gəlirik Allahın kitabı Qur'ana. Və əhl-i sünnə etiqad edir ki, Qur'an, necə İmam Rahiməhullah buyurur ki, Əl-Qur'anu kəlamullah. Və Qur'an da həmsinin nədir? Allahın kəlamıdır. Allahdan başlayıb və ona da qayıdacaq. Yəni Allah Subhanahu və Teala həqiqi bir şəkildə Qur'anı, yəni Qur'anla danışıb. Qur'anı öz Rasuluna mələk vasitəsilə vəhy edib. Və ona görə Qur'an Allahın kəlamıdır, həm ləfsən Elhamdülillahi Rabbil aləmin. Bu ləfs, həm ləfsən, ləfs olaraq, kəlmə olaraq, həm də məna olaraq. Bir yerdə Allahın kəlamıdır. Fayda üçün, məsələn, tərcümə, Qur'an Allahın kəlamı deyil. İki yöndən. Birincisi, artıq tərcümə olunursa, ləfs getdi. Ləfs aradan getdi və ikincisi, məna da o məna deyil. Tam. Ərəbcənin əsli o ayələrin verdiyi mənanın eynisi deyil. Ona görə tərcümə Qur'an sayılmır. Qur'an nədir? Qur'an həm məna, həm ləfslə birlikdə Allahın kəlamıdır. Qeyr-i məxluq, məxluq deyil, yaradılmayıb. Allah Azza və Cəllə buyurur ki, وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللّٰهِ. Müşriklərdən bir kəs səndən aman istəsələr, ona aman ver ki, Allahın kəlamını dinləsin. Yəni bir müharibə vaxtıdır, bir döyüş vaxtıdır. Müşriklərdən birisi Allah Rasulundan aman istədi. Ki, mənə aman ver, hətta Allahın kəlamını dinlə. فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللّٰهِ. Ona aman ver, hətta Allahın kəlamını eşitsin. Yəni nəyi? Qur'anı. Deməli, Allah Azza və Cəllə Qur'anı nə adlandırdı? Kəlamullah, Allahın kəlamı. Yaxşı, bəs digər firqələrin Qur'an barədə etiqadı nədir? Əsasən,
Bu məsələdə bizə lazım olan iki firqəni qeyd edəcəm. Onlardan birisi Mu'təzilə firqəsidir və ikincisi Əş'arilər. Ümumiyyətlə, Mu'təzilə onlar Allahın kəlam sifətini inkar ediblər tamamilə. Deyiblər ki, Allahın kəlamı yoxdur. Yəni, Allahın kəlam vəsfi yoxdur. Allahın kəlam sifəti yoxdur. Tamamilə inkar ediblər. Bəs sual verilsə ki, bayaqlar qeyd edildiyim ayə فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللّٰهِ Ona aman ver, hətta Allahın kəlamını eşitsin, kələm Allah. Bəs Mu'təzilə buna nə deyir bu ayəyə? Və ya məsələn, sən bir Mu'təziliyə gedib desən ki, bəs Qur'an Allahın kəlamı deyil, nə deyəcək? Cavab budur ki, onlar deyəcəklər ki, bəli, Qur'an Allahın kəlamıdır. Və o ayədə ki, gəlir kələmullah, bunu qəbul edirik. Lakin həqiqi mənada yox, məcazi mənada. Yəni, Qur'an həqiqi mənada Allahın kəlamı deyil. Yəni, Allah Qur'anla danışmayıb. Necə ki, mənim kəlamım, danışığım məndən sadir olub, məndən çıxıb, Qur'an Allahdan sadir olmayıb. Onlar belə etiqad edirlər. Yəni, həqiqi mənada Qur'an Allahın kəlamı deyil, məcazi mənada. Yəni, necə? Deyiblər ki, məsələn, necə ki, Allah Subhanahu və Teala Qur'anda və Peyğəmbəri sünnədə bəzi şeyləri təşrif, təazim yönündən Allaha izafə ediblər, Allaha nisbət ediblər. Məsələn, biz deyirik ki, məscidlər nədir? Buyutullah, beytullah. Fikir verdiniz? Biz neynədik? Evi Allaha nisbət etdik. Allahın evi. Və ya məsələn, Salih əleyhissalamın dişi dəvəsi, Qur'anda Allah Azze və Cəllə nə buyurur? Nəqatullah, Allahın dişi dəvəsi. Dəvə kimə nisbət edildi? Allaha. Və ya məsələn, bəzi sahabələr barədə deyilib ki, Seyfullah, Allahın qılıncı. Qılınc kimə nisbət edildi? Allaha. Bu nə üçündür? Bu nisbət. Nə üçün deyilib ki, məsələn, Allahın dəvəsi, Allahın qılıncı, Allahın aslanı, Allahın evi, təşrif, yəni həmin əşyanı, həmin dəvəni, həmin evi, həmin şəxsi təzim etmək, şərəfləndirmək baxımından bir ləqəb kimi verilib. Onlar deyiblər ki, Qur'ana da kəlamullah, Allahın kəlamı deyilib bu mənada. Necə ki, məscidlər həqiqi mənada Allahın evi deyil, necə insan öz evində yaşadığı kimi. Məsələn, Xalid ibn-i Valid radiyallahu anhu həqiqi mənada Allahın qılıncı deyil, təşrif babından deyilib. Nəqatullah bu cür, həmçinin də kəlamullah, Allahın kəlamı. Necə ki, o dəvə, o ev, o qılınc, o insan məxluq olduğu kimi, Mu'təzilə deyib ki, Allahın kəlamı da məxluqdur. Yəni, Allah Azza və Cəllə Musa əleyhissalamla necə danışıb? Musa əleyhissalam gəlib, Allah ona vəhiy etmək istədiyi kəlmələri yaradıb, ol deyib, həmin kəlmələr olub və həmin səsi Musa əleyhissalam eşidib. Yəni, Allah Azza və Cəllə o kəlmələri, o səsləri yaradıbsa, bu nə oldu? Məxluq oldu, olmadı? Yəni, yaranmış. Vəssalam. Allahın kəlam sifəti yoxdur. Deyiblər, Qur'an məxluqdur. Allah onu yaradıb, həmin səsləri, kəlmələri və Cəbrail eşidib və Muhammed sallallahu aleyhi və səlləmə çatdırıb. Lakin nə üçün deyilib ki, bu Allahın kəlamıdır? Bu məxluqdur axı. Deyiblər ki, necə ki deyilib ki, Allahın dəvəsi, Allahın evi, bu mənada deyiblər ki, Allahın kəlamı. Yoxsa həqiqətdə Allah danışmır. Allahdan kəlam sadir olmur. Aydın oldu? Məcazi mənada deyilib ki, Allahın kəlamı. Bunu kimlər deyib? Mu'təzilə.
Və bu əqidənin əsasını Cəhm ibn Safvan və Ca'd ibn Dirhəm qoyub. Lakin Mu'təzilə məzhəbi ilə Vasil ibn Ata və onun davamçıları ilə bu fikir formalaşıb və yayılıb və sonra bu fikrə eyni ilə Mu'təzilənin dediyi bu fikrə Zeydilər, bu Şiyələr, Cəfərlər, həmçinin İbadilər, onlar tabi olublar. Onlar hamısı etiqad edirlər ki, Allahın kəlam sifəti yoxdur. Bunu biləndən sonra keçirik ikinci firqəyə. Ümumiyyətlə, Allahın sifəti barədə, Allahın kəlam sifəti barədə təsəvvür edin, İslam ümməti içərisində firqələrin ondan çox rəyi var. Bizə bunlar lazım deyil. Bizə lazım olan Mu'təzilənin etiqadı idi, qeyd elədim. Bir də Maturidilər nə Əşarilər. Maturidilər nə Əşarilər nə deyiblər? Onlar deyiblər ki, Allahın kəlam sifəti var. Ona görə ispat etdikləri 7-8 sifətdən birisi kəlam sifətidir. Deyiblər, Allahın kəlam sifəti var. Və bir növ bununla Mu'təziləyə qarşı gəliblər. Amma həqiqətdə və ya nəticədə digər məsələlərdə olduğu kimi bu məsələdə də sonda Mu'təzilə ilə birləşiblər. Bilərək və bilməyərək. Onlar nə deyiblər? Onlar deyiblər ki, Allahın kəlam sifəti var, sifət olaraq. Lakin o kəlam nədir? Deyiblər ki, mə'nə, yəni qaim bizətihi. Belə deyək də, kələm nəfsi. Nəfsi kəlam. Heç bir səs, hərif, heç nə yoxdur. Yəni, bir bənzətmə etsək, hətta başa düşəsiniz. Məsələn, bir insan susub, danışmır. Heç belə deyək ki, danışa da bilmir. Laldır. Heç danışmaq vəsfi də yoxdur. Öz içində danışır. Bu nədir? Kəlam nəfsi. İnsanın içində danışması. Nə səs var, nə hərif var, heç danışa da bilmir. Yəni, bir növ belə bir şey. Deyiblər ki, Allahın zatında kəlam sifəti var, məna olaraq. Hərfsiz, səssiz. Aydındır. Bu mənada kəlam sifətini qəbul ediblər. Amma indi nəticəyə gələk. Yaxşı, bəs Allahın vəhyi, yəni bir var nəzəriyyə, nəzəriyyədə sən çox şey deyə bilərsən. Fəlsəfə, cürbəcür elə şeylər ki, heç dəlilləri yoxdur. Amma indi o nəzəriyyəni endiririk praktikaya. Yaxşı, sual veririk. Həmin Əşariyə, həmin Maturidiyə sual veririk ki, bəs Allah Azza və Cəllə öz peyğəmbərləri ilə necə danışdı? Cənnətdə Adəmə və Həvvaya necə xitab etdi? Bildik, Allahın nəfsində kələm nəfsi var. Bəs Adəm əleyhissalamın eşitdiyi nə idi? Cəbrail əleyhissalamın eşitdiyi nə idi? Musa əleyhissalamın eşitdiyi nə idi? Gəlirik əsas məsələyə, Qur'an nədir? Axı, hərif, səs. Hə, buna gələndə deyirlər məxluq. Eyni ilə Mu'təzilənin dediyi kimi. Sadəcə olaraq fərq budur ki, Mu'təzilə əvvəlindən məsələni həll edib. Deyiblər ki, Allahın kəlam sifəti yoxdur. Bunlar deyiblər, Allahın kəlam sifəti var, nəfsi kəlam. Amma həqiqi bu kəlama gəldikdə, hansı ki, hərif, səs, eşidirik. Məsələn, Qur'an. Deyiblər ki, o məxluqdur. Onlar da eyni ilə Mu'təzilə kimi deyib ki, Qur'ana Allahın kəlamı deyilir məcazi mənada, həqiqi mənada yox. Həqiqi mənada olan kəlam nəfsi kəlamdır. Quran isə məxluqdur. Yəni, Əşarilər, Maturidilər eyni ilə Mu'təzilənin və Şiyənin üzərində olduğu etiqad üzərindədirlər. Və onlar Qur'anın həqiqi mənada Allahın kəlamı olduğuna etiqad etmirlər. Və bu mövzu, yəni əslində sadə mövzu deyil. Bu mövzu əslində çox böyük mövzudur. Təsəvvür edin, bu nəyə gətirib çıxarır? Özünə mən müsəlmanam deyən etiqad edir ki, Qur'an Allahın kəlamı deyil.
Məcazi mənada ola bilər, amma həqiqi mənada Allahın kəlamı deyil. Və bu məsələyə görə İslam ümməti içərisində çox böyük fitnələr olub. Və o fitnələrdən ən böyüyü İmam Əhməd rahimehullahın zamanında olub. İmam Əhməd rahimehullahın zamanında Abbasi xəlifələri İmam Əhməd səhv edirəmsə 4 Abbasi xəlifəsinin zamanında yaşayıb. Axırıncını, yəni mutavakkili çıxsaq, o əhl-i-sünnə etiqadında olub. Ondan qabaq 3 xəlifənin hər üçü də Mu'təzilə etiqadında olub. Təsəvvür edin, xilafətin başında olanlar Mu'təzilə etiqadında olub və Mu'təzilənin böyükləri onları məcbur edirdi ki, cəmaatı, xüsusən də elm əhlini, əhl-i-sünnə alimlərini bu məsələ ilə imtihan etsinlər. Və onlardan birincisi Mə'mun olur. O vəfat edəndən sonra Mu'təzim gəlir. Mu'təsimin vəfatından sonra oğlu Vasiq gəlir. Və ən böyük fitnə də Mu'təzimin və xüsusən də Vasiqin zamanında olur. İbn Əbi Duad adında biri olur, Mu'təzilədən bidətçi, adı Əhməd olur. Əhməd İbni Əbi Duad. Ona görə deyirdilər ki, 2 Əhməd var. Əhmədus Sünnə və Əhmədul Bid'a. Eyni dövrdə yaşayıblar. Bidət əhlinin Əhmədi İbn Əbi Duad, bir də əhl-i sünnənin Əhmədi, Əhməd ibn Həmbəl. Və fitnə elə bir səviyyəyə gəlib çatır ki, hətta alimləri bununla imtihan edirlər. Ki, Qur'an həqiqi mənada Allahın kəlamıdır, yoxsa yox. Və təbii ki, kim desəydi ki, Allahın kəlamıdır, nəticəsi ağır olurdu. Və o nəticə ölməcən gedib çatırdı. O əzab, o işgəncələr ölməcən gedib çatırdı. Və nəticədə təsəvvür edin, elə böyük fitnə olur ki, bütün alimlər, yəni ölüm təhdidinə görə, ikrah altında olduqlarına görə bu küfr olan kəlməni deyirlər. Bütün alimlər. İkrah altında olduqlarına görə deyirlər ki, Qur'an məxluqdur. 4 nəfərdən başqa. İmam Əhməd ibn Həmbəl, Muhammed ibn Nuh, Əl-Qavariri, bir də Səccədə, rahiməhumullah. Və 4-ünü də həbs edirlər. Həbsə düşəndən sonra o Əl-Qavariri ilə Səccədə elə təsəvvürləmir ki, işgəncə, əzab bu səviyyədə olacaq. Və türmədə işgəncə, zülüm, əzab altında sözlərindən dönürlər. Çıxırlar valinin, xəlifənin qabağına və bir çoxsu da tovriyə edir. Açıq aydın demirlər. Əlini qaldırır, barmaqlarını qatlayaraq, açaraq deyir ki, Qur'an, Tövrat, Zəbur, İncil, bunların hamısı məxluqdur. Və nəzərdə tutur barmaqlarını, kitabları yox. Aydındır. Və Muhammed ibn Nuh və İmam Əhməd qalır. Və həmin işgəncələr altında Muhammed ibn Nuh rahmetullahi aleyh vəfat edir, şəhid olur. Dözə bilmir. Və İmam Əhməd meydanda qalır tək. Nə qədər işgəncələr olsa da sözündən dönmür. Hətta gəlib deyirlər ki, yəni tovriyə yolu ilə bu və ya başqa bir formada desin, hətta bu zülümdən, işgəncədən qurtulsun. İmam Əhməd deyir ki, yox. İndi məqam, o məqamdır ki, haqq müdafiə olunmalıdır. Bir nəfər də olsa bu haqqı deməlidir. Çünki bugün bu deyilməsə, sabah insanlar bilməyəcəklər ki, haqq nədir. Və haqla batilə ayıra bilməyəcəklər. Və ona görə sonuncan İmam Əhməd durur. Və sonra Vasiq həlak olandan sonra
Mutavakkil gəlir. Allah ona rəhmət eləsin və Əhl-i Sünnənin etiqadı üzərində olur və İmam Əhmədi azad edir. Lakin bu dəfə başqa bir fitnə gəlir. O da nə? Xəlifə fitnəsi, mal fitnəsi. Çünki o qədər İmam Əhmədə bağlı olur, o qədər hörmət edir, evinə hədiyyələr göndərir. Bu özü də fitnədir axı. Və İmam Əhməd rahimehullah heç birini qəbul etmir. Bu dəfə də bu fitnə açılır, bu qapı açılır üzünə. Və beləcə İmam Əhməd rahimehullah bu fitnədə sabit qalır. Yəni bu belə bir fitnə olub. Hətta sələflərdən birisi deyir ki, Allah azza və cəllə bu dini iki fitnə günündə iki şəxs ilə izzətləndirdi. Riddə günündə Əbu Bakrla və Xalqul Quran fitnəsində İmam Əhmədlə. Doğrudan da ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra ən böyük iki fitnə idi. Bir Riddə günü, yəni təsəvvür edin, Allah Rasulü aleyhissalatu vesselam vəfat edib, Əbu Bakr xəlifədir və Peyğəmbərin sağlığında İslamı qəbul etdiklərini elan edən, deyən ərəb qəbilələri İslamdan dönürlər. Riddə, yəni dindən dönmə günü, dindən dönmə ili. Təsəvvür edin. Belə bir məqamda Allah azza və cəllə Əbu Bakr radiyallahu anhunun qədəmlərini sabit etdi. Və Xalqul Quran fitnəsində də İmam Əhməd rahmehullah ilə Allah subhanahu və teala bu dini əqidəni izzətləndirdi. Və hətta təsəvvür edin, İmam Əhmədin şanı elə bir səviyyəyə gəlib çatdı ki, ondan sonra bidət əhlindən kimsə tövbə etsəydi, məsələn, bidət əhlinin dəvətçilərindən, imamlarından, kimsə tövbə edib haqqa qayıtsaydı, demirdi ki, mən Əhl-i Sünnətin etiqadına qayıtdım. Elan edəndə belə deyərdi. Deyərdi ki, mən qayıtdım İmam Əhmədin əqidəsinə. Mən qayıtdım İmam Əhmədin məzhəbinə. Artıq bir növ Əhl-i Sünnənin etiqadı, məzhəbi bağlanmışdı İmam Əhməd rahimehullahın adı ilə. Bu sabitliyinə görə. Və təbii ki, Qur'anın məxluq olmadığının çox dəlilləri var. Həm Qur'anda, həm də sünnədə. O dəlillərdən birisi elə sünnədə gələn bəzi zikirlər, dualar var. O zikirlər, o dualar ki, orada Allah subhanahu və teala'nın kəlmələrinə sığınılır. Əuzu bi kəlimatillahi təmmati min şərri mə xalaq. Mənası nədir? Yaratdıqlarının, yəni məxluqatın şərrindən Allahın tam kəlmələrinə sığınıram. Bu sünnədə varid olub. Duadır, hədis səhihdir. Bu dəlildir ki, Allahın kəlamı məxluq deyil. Kim deyər, hansı yöndən? Bu dua. Başqa. Əhsən. Yox, cavab budur. Məxluq olsa, çünki Allahın kəlamı məxluq olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir ki, Əuzu bi kəlimatillahi təmmə. Allahın tam, kamil kəlmələrinə, Allahın kəlamına sığınıram. Əgər Allahın kəlamı məxluq olsaydı, məxluqa sığınmaq olar? Yox. Deməli, bu həqiqi mənada Allahın sifətidir. Allahın kəlamı. Həmçinin Qur'anın məxluq yox, Allahın kəlamı olduğunun dəlillərindən birisi də Allah azza və cəllənin Musa aleyhissalam ilə danışması. Və kəlləməllahu Musa təklimə. Allah Musa ilə sözlə danışdı. Təbii ki, Mu'təzilə və Əş'arilər bu ayəni təvil ediblər. Onlar deyiblər ki, Musa aleyhissalamın eşitdiyi həqiqi Allahın kəlamı deyildi. Sadəcə olaraq Musa aleyhissalam Tur dağına gələndə, müqəddəs vadidə ağacdan bir od yandığını görür və oradan səs eşidir. Yəni onlar deyirlər ki, Allah subhanahu və teala Musa aleyhissalama vəhiy etmək istədiyini o ağacda, o odda yaradır, xəlq edir.
Yəni o kəlam məxluq idi. Aydındır? Yəni onunla danışan bir növ ağac idi, od idi. Cavab budur, yox. Sadəcə olaraq səsin çıxdığı yer ora idi. Necə ki, məsələn, biz desək ki, məsələn, filan kəs evdən mənə səsləndi desəm, elə bizim dildə götürək və ərəb dilində fərq etməz. Filan kəs evdən mənə səsləndi. Bunun mənası nədir? Yəni ev mənimlə danışdı. Bunu qəsd edirəm, yoxsa səsin çıxma yerinin ev olduğunu? Aydındır. Bu birincisi və ikincisi, baxın, bu şübhəni dəf edən ən güclü dəlillərdən birisi hansıdır? Əgər Musa əleyhissalam eşitdiyi səs məxluq idisə, Allahın həqiqi kəlamı deyildisə, onda sual çıxır ortaya. Nə üçün Allah subhanahu və teala Qur'anda məhz Musa ilə danışdığını deyir? Məhz Musa ilə. Sual, bəs başqa peyğəmbərlərlə danışmayıb? Məsələn, Davud əleyhissalam, İdris, Nuh. Cavab, Allah subhanahu və teala mələk vasitəsilə. Yəni həmin peyğəmbər Allahın kəlamını eşitməyib. Allahın kəlamını kim eşitib? Cəbrail. Və Cəbrail Allahdan eşitdiyi o kəlamı, o vəhyi endirib peyğəmbərə. Amma Musa əleyhissalam ilə yox. Musa əleyhissalam ilə birbaşa danışıb. Və biz sual veririk, əgər Musa əleyhissalamın eşitdiyi o səs məxluq idisə, onda Musa əleyhissalamın digər peyğəmbərlərdən fərqi nə idi? Yəni fərq nə idi? Allahın vəhyini hansısa peyğəmbər Cəbraildən eşitdi, ya bir ağacdan. Müqayisə etsək, Cəbraildən eşitmək daha əfsəldir. Nəinki quru bir ağacdan. Aydındır? Bu iki və üçüncüsü, təsəvvür edin. Musa əleyhissalam Allahın kəlamını eşidir. İndi gəlin baxaq, həmin anda Musa əleyhissalam haqq əhlinin üzərində olduğu etiqad üzərində idi, yoxsa Mu'təzilənin, Əş'arilərin üzərində olduğu etiqad üzərində. Yəni, Musa əleyhissalam Allahın kəlamını eşidəndə etiqad edirdi ki, bu məxluqdur, yoxsa Allahın kəlamıdır. Onunla danışan həqiqi mənada Allahdır. Ayələrə baxın. Musa əleyhissalam deyir ki, eşitdiyi səsə, Rabbi inni qatəltu minhum nəfsə. Deyir ki, ey Rəbbim, mən onların içindən birini öldürmüşəm öz qövmü içərisində. Birini öldürüb qaçmışdı axı. Həmin səsə, eşitdiyi səsə nə deyə müraciət etdi? Rabbi, ey Rəbbim. Və siz deyirsiniz ki, o eşitdiyi səs məxluq idi. Necə məxluqa Rəbb deyirdi? Və ya həmin səs deyirdi ki, İnni ən Allah, həqiqətən mən Allaham, la iləhə illə ənə, məndən başqa, Allahdan başqa yox, məndən başqa ilah yoxdur, haqq məbud. Fə'budni, mənə ibadət et. Və aqimis salətə li zikri, məni xatırlamaq üçün namaz qıl. Və ayə fikir verin, gör ayədə neçə yerdə təkidlə danışanın Allah olduğuna vurğu var. Həmin kəlamın, səsin həqiqi olaraq Allahın kəlamı olduğuna vurğu var. Birincisi, innəni. İnni yox, yəni ənə yox. İnni, həqiqətən mən. Sonra təkid üçün bir də gəlir ənə. İnnəni ənə. Allah. Həqiqətən mən Allaham. La iləhə illə ənə. Məndən başqa haqq məbud yoxdur. Fə'budni, mənə ibadət et. Təsəvvür edin, bunları məxluq deyir ki, mənə ibadət et. Məxluq deyir ki, mən Allaham. Aydındır? Bütün bunlar dəlildir ki, Allahın kəlam sifəti var və o məxluq deyil. Həmçinin Allahın kəlam sifətinin məxluq olmadığının dəlillərindən birisi nədir?
Fikir verin. Buna diqqət edin. Əgər Mu'təzilənin dediyi kimi götürsək, Allah həmin ağacda hərfləri, səsləri yaratdı və Musa əleyhissalam Allahın yaratdığı o səsi eşitdi. Allah onu yaratması üçün nə deməlidir? Hə? Qavluna li şeyin izə aradnahu ən nəqulə ləhu kun fəyəkun. Allah Azze və Cəllə buyurur ki, biz bir şeyi yaratmaq istədikdə ona ol deyirik, yəni əmr edirik, ol deyirik, o da olur. Kun fəyəkun, həmən olur. Deməli, Allah Subhanahu və Teala o kəlamı yaratması üçün nə deməlidir? Kun, ol deməlidir, o da olmalıdır. Bu kun var ha, kun əmri, özü kəlam deyil. Bəs bunun yaranması üçün nə lazımdır? Bir dənə də kun, bəs onun yaranması üçün bu təsəlsüldür. Sonu yoxdur. Aydın oldu? Ona görə Allah Subhanahu və Teala Quranda neçə yerdə əmri ilə xəlqi bir-birindən ayırıb. Çox incə məsələdir. Buyurur ki, ələ ləhul əmru vəl xalq. Xalqu vəl əmr. Bilin ki, həqiqətən də əmir, kun, əmir və yaratmaq ona məxsusdur. Allah Subhanahu və Teala fikir ver, əmirlə xəlqi bir-birindən ayırdı. Çünki Allahın kəlamı məxluq deyil. Allah Azze və Cəllə buyurur ki, Ar-Rahman, Rahman olan Allah, fikir verin, Alləməl Qur'an. Qur'anı nə etdi? Yox, alləmə. Öyrətdi. Amma insanı xaləqəl insan. İnsanı xəlq etdi, Qur'anı isə öyrətdi. Qur'an xəlq olunmuyor. Və həmçinin ümumiyyətlə etiqad etmək ki, Allahın kəlam sifəti yoxdur, yəni Allah danışmaqdan məhrumdur, bu Allah Azza və Cəlləyə naqislik nisbət etməkdir. Necə ki, Musa əleyhissalamın qövmü özləri üçün bir buzov düzəltmişdi, ona ibadət edirdilər. Musa əleyhissalam Tur dağından enib, görəndə ki, buzova ibadət edirlər və qardaşı Harunu saxlamışdı orada və gəlib hətta əsəbindən Tövradın daş lövhələr üzərində yazılmış Tövradı əlindən atır və gəlir qardaşının saçından, saqqalından yapışır. Və qövmünə o bütün batil olduğunu Musa əleyhissalam başa salanda görün nə deyir? Buyurur ki, məgər onlar görmürlərmi ki, o onlarla danışmır? Həmin büt. Onlarla danışa bilmir. Yəni Musa əleyhissalam o buzovun, o bütün onlarla danışa bilmədiyini dəlil gətirir ki, danışa bilməyən ilah ola bilməz. Və eyni ilə həmin qissə, həmin dəlil, həmin hüccət İbrahim əleyhissalamın zamanında. İbrahim əleyhissalam qövmü şəhəri tərk edib gedəndə bütün bütləri qırır və ən böyük bütü saxlayır. Qövmü gəlib görəndə ki, bütün bütlər qırılıb və bilirlər ki, bunu İbrahim əleyhissalam edib. İbrahimə deyəndə nə deyir? Deyir, bəl, fəaləhu kəbiruhum həzə. Ola bilsin ki, bu böyüklərə edib. Fəsəluhum inkanu yantiqun. Onlardan soruşun, əgər danışa bilirlərsə. Əgər danışa bilirlərsə, soruşun onlardan. Deyir, o böyüklərə edib. Çünki baltanı da o böyük bütün üstünə qoymuşdu. Və onlar deyirlər ki, İbrahim, axı sən bilirsən, bizim bütlərimiz danışa bilmir. Yəni, İbrahim əleyhissalam bunu hüccət gətirir. Musa əleyhissalam bunu hüccət gətirir ki, əgər ibadət etdiyiniz və etiqad edirsinizsə ki, bir şey ilahdır və o danışa bilmir, bu necə ilahdır? Təsəvvür edin, bu vəsfi bidət əhli Allah Subhanahu və Teala'ya layiq biliblər. Və etiqad ediblər ki, bununla biz Allahı yəni münəzzəh edirik. Çünki biz desək ki, Allah danışır, Allahın kəlam sifəti var, o zaman biz
Allahı danışan məxluqlara bənzətmiş olaraq. Bu təşbihdən, bu qorxudan qaçmaq üçün deyiblər ki, Allah danışmır. Aydındır. Hətta mənim yadıma gəlir, bidət əhlindən biri ilə çoxdan, bəlkə bir 15 il çox olar, söhbət edəndə, düzü o vaxt açığı bilmirdim ki, bu belə cavab verəcək. Çünki mövzu Allahın kəlam sifəti deyildi. Mövzu ya rü'yətullah mövzusu idi, ya Allahın ərşin fövqündə olması mövzusu idi. Yəni mövzu bu deyildi. Sadəcə olaraq mənim fikrimdə tutduğum niyyətim bu idi ki, mən buna sual verim, bunun dilindən cavab alım. Məsələn, deyim ki, Allah eşidir. Bu desin ki, hə. Sonra deyim ki, axı insan da eşidir. Necə olur ki, burada bənzəmir, amma orada bənzəyir? Hə. Bu mənada başladım suallar verməyə ki, Allah eşidir. Dedi ki, hə. Dedim, Allah görür. Dedi, hə. Dedim, Allah danışır. Dedi, burada dur. Təsəvvür edirsən? Özünə mən müsəlmanam deyən cürət edə bilmir. Desin ki, bəli, Allah danışır. Buna Allah üçün eyib bilir. Halbuki peyğəmbərlər, gördük Musa əleyhissalam və İbrahim əleyhissalamın timsalında peyğəmbərlər bunun əksini Allah üçün eyib bilirdilər. Aydın oldu. Və sonra İmam Abu Bakır Əl-İsmaili rahiməhullahın sözlərini biraz şərh etmək istəyirəm və bununla da inşallah mövzunu tamamlayaq. İmam rahimehullah buyurur ki, Əl-Qur'anu kəlamullah qeyru məxluq. İndi bildik ki, imamın qəsdi burada nədir? İmam buyurur ki, Qur'an Allahın kəlamıdır və məxluq deyil. İndi sual. İmam rahimehullah belə desəydi ki, Qur'an Allahın kəlamıdır və bununla kifayətlənsəydi, bu yetərli olmazdı. Əsli etibarı ilə bu yetərlidir. Yəni əslində, baxın, Mu'təzilənin bu fitnəsi, bu batil, xarab etiqad ortaya çıxmamışdan qabaq, Əhl-i-Sünnə deyirdi ki, Əl-Qur'an kəlamullah, Qur'an Allahın kəlamıdır və bununla kifayətlənirdi. Demirdilər, məxluqdur, məxluq deyil, bu şeylər demirdilər. Bu kifayət idi. Çünki başa düşülürdü ki, söhbət nədən gedir? Amma o zaman ki, bu bidət firqələri çıxır, məsələn, bəzi firqələr olur, onlar deyirlər ki, biz də deyirik ki, Quran Allahın kəlamıdır. Fikir verin, hiləyə. Bu firqə haçan çıxıb? İmam Əhmədin zamanında çıxır, lakin artıq Mu'təzilənin fitnəsi sönəndən sonra. Artıq mutavakkil gəlir, Əhl-i-Sünnənin şanını ucaldır, haqqı ucaldır, Allahın kəlamını, bidət əhlinin fitnəsi aradan qalxır, artıq vəziyyət tam tərsinə olur. İndi artıq cəmaat kimsə hansısa bidətçi cürət edib deyə bilmirdi ki, Quran məxluqdur. Bunu deyə bilmirdi. Amma nə deyirdilər? Deyirdilər ki, Nəhnu nəqul innəl Qur'an kəlamullah və nəskut. Biz deyirik ki, Qur'an Allahın kəlamıdır və susuruq. Və salam. Demirik ki, məxluq deyil. Əhl-i-Sünnə bu hiləni, onların bu hilələrini biləndən sonra təkidlə dedilər ki, mütləq deməlisiniz ki, Qur'an Allahın kəlamıdır və o məxluq deyil. Kim desə ki, fikir verin, İmam Əhməd rahimehullah deyirdi ki, kim desə ki, Qur'an Allahın kəlamıdır və sussaydı, o cəhmidir. Bilin ki, o cəhmidir. Yəni, məcburdur desin ki, Qur'an Allahın kəlamıdır və bu qeydi qoysun və məxluq deyil. Necə ki, istava məsələsində. Əhl-i-Sünnə əvvəl deyirdi ki, Allah ərşinin fövqündədir. Və salam. Allah Azza və Cəllə mustavun alə arşihi. Qutardı. Bu kifayət idi. Bu kifayət edirdi. Sonra bəzi firqələr ortaya çıxır. Onlar deyirlər ki, biz də deyirik ki, Allah ərşinin fövqündədir. Ləfz olaraq bunu deyirdilər. Amma məna olaraq başqa şeyi qəsd edirdilər.
Əhl-i sünnətin qəsd etdiyi mənanı qəsd etmirdilər. Əhl-i sünnə bunu biləndən sonra qeyd qoydu. Dedi ki, Allah azza və cəllə mustavin alə arşihi və bəin an xalqihi. Allah ərşin fövqündədir və məxluqatından ayrıdır. Bəzi firqələr gəldi, onlar da bunu dedilər. Dedilər ki, Allah ərşin fövqündədir və məxluqundan ayrıdır. Yəni, o mənada məxluqundan ayrıdır ki, məsələn, bugün əşarilərlə maturidilərə geç sual ver ki, Allah azza və cəllə məxluqatından ayrıdır, deyəcəklər, bəli. Yəni, etiqad edir ki, Allah ərşinin fövqündədir, yox. Çünki onlar deyəndə ki, Allah məxluqatından ayrıdır, bununla onlar cəhmilərin hulul, o vahdətül vücud əqidəsini bir növ inkar edirlər, amma Allahın ucalıq sifətini ispat etmirlər. Bunu görəndən sonra əhl-i sünnə başqa bir qeyd qoydu. Nə? Allah azza və cəllə mustavin alə arşihi bizətihi. Öz zatı ilə. Və bəinə an xalqihi. Bu qeydlər var ha, ehtiyaca görə qoyulub. Yoxsa bu Quran və sünnədə varid olmuyor. Əhl-i sünnə etiqad edir ki, Allah azza və cəllə qiyamət günü görüləcək. Və belə də deyirdi. Əhl-i sünnə deyirdi ki, Allah azza və cəllə, yəni möminlər qiyamət günü cənnətdə Rəblərini görəcəklər. Sonra bəzi firqələr çıxdılar, kulləbilər, bugünkü əşarilər. Dedilər ki, bəli, biz də etiqad edirik ki, Allah qiyamət günü görüləcək. Möminlər cənnətdə Allahı görəcək. Və həmin əqidəni biraz dərinə gedirsən, görürsən ki, nəticədə Mu'təzilənin dediyini deyir. Yəni, qiyamət günü möminlər Allahı görəcəklər, yəni qəlb gözü ilə. Bunu biləndən sonra əhl-i sünnə qeyd qoydu. Yaravunəllah bi əbsari ruusihim. Möminlər cənnətdə Allah azza və cəlləni görəcəklər baş gözləri ilə. Buna əslində ehtiyac yoxdur bunu deməyə. Çünki aydındır ki, insan görəndə baş gözü ilə görür də. Yəni, elə bil ki, təsəvvür et ki, mən birinə deyirəm ki, dünən mən səni gördüm. Sual, harda? Cavab, bazarda. Nəyinə gördün? Qısımla görməyəcəm ki. Gözümlə, düzdürmü? Eyni həmin şeydir. Hə. Yəni, əslində deməyə ehtiyac var mən səni? Yox, ehtiyac yoxdur. Amma ehtiyac olduğuna görə o bidət əhlinin şübhələrini, o hilələrini dəf etmək üçün əhl-i sünnə bu qeydləri qoyub. Bunu nə üçün dedim? Və o qeydlərdən birisi də budur. Bir firqə çıxdı, onlar dedilər ki, biz deyirik ki, Quran Allahın kəlamıdır. Vəssalam. Quran Allahın kəlamıdır və suruq. Demirik ki, məxluq deyil. Hətta bu firqənin adı var. Bilirsiniz nədir? Əl-Vaqifə. Yəni, duranlar. Yəni, Quran Allahın kəlamıdır və dururuq. Dalını gətirmirik. Aydındır? Hə. Və onlardan birisi də, o firqələrdən birisi də Əl-Lafziyyə firqəsi olub. Əl-Lafziyyə firqəsi kimlərdir? İmam Rahimullah o məsələyə toxunur burada. Onlardır ki, onlar deyirdilər ki, mənim, yəni qarinin, Quran oxuyanın, Quran qirayəti məxluqdur. Bu qapıdan girirdilər mövzuya. Və bu məsələni ilk ortaya çıxaranlardan elə birincisi Əl-Kərabisi olub. Onlar, ona görə İmam Əhməd Rahimullah deyirdi ki, əslində Allahın kəlamı barədə, Quran barədə cəhmilər üç firqəyə bölünüb. Fikir ver. İmam Əhməd Rahimullah deyirdi ki, cəhmilərin Quran barədə üç rəyi var. Yəni, hər üç rəy də əslində cəhmili idi. Onlar hansılardır? Birincisi, o kəs ki, desə ki, açıq aydın, Quran məxluqdur, bilin ki, o cəhmidir. Bu bir. İkincisi, o kəs ki, desə ki, Quran Allahın kəlamıdır və salam. Demirəm, məxluqdur. Və demirəm, məxluq deyil. Dururam. İmam Əhməd Rahimullah deyirdi ki, bilin ki, bu cəhmidir. Əl-Vaqifə. Və üçüncüsü Əl-Lafziyyə.
Yəni ləfzlə oyun oynayanlar. Kimlər? O kəslər ki, görsən ki, biri durub deyir o məclisdə, bu fikri yayır. Deyir ki, mənim Qur'an qirayətim, əl-ləfzi bil-Qur'an, Qur'anla olan tələffüsüm məxluqdur, bil ki, o cəhmidir. İmam Əhməd Rahiməhullahın başqa bir sözü var, bu sözə diqqət edin. Görün, məsələ necə dəqiqdir. İmam Rahiməhullah deyirdi ki, kim desə ki, mənim Qur'anla, ümumiyyətlə, yəni, Qur'an qirayətinin məxluq olub olmaması məsələsi necədir? Bu mühtəməl məsələlərdəndir. Yəni, baxın, bir qari oxuyur. Elhamdülillahi Rabbil aləmin. Bu kəlam, eşitdiyiniz kəlam, mənim kəlamımda Allahın. Lakin eşitdiyiniz bu səs, bu nitq, mənim nitqimdir, bəli. Deməli, biz o kəlam ki var, o nitqin ehtiva elədiyi kəlam, onunla nitqin özünü ayırırıq. Tələffüzlə, tələffüz olunan şeyi ayırırıq. Bu, hər şey, məsələn, mən indi hansısa bir şairin şeirini desəm, o şeiri mən desəm də, o şeir mənə nisbət olunur, yoxsa onu deyənə, baxma ki, onu mən desəm də. Bəli, əslində düzdür. Əslində, Qur'an qirayəti ki var, o məxluqdur. Əslində, Qur'an qirayəti məxluqdur. Əgər mən onunla qarinin səsini nəzərdə tuturamsa, ona görə İmam Buxari Rahiməhullahı bu fitnəyə salmışdılar. Bu da ayrıca bir fitnədir. İmam Buxari Rahiməhullahın başına gələn. Qısa nəql edim. İmam Rahiməhullah Nisabur şəhərinə gəlir, İmam Buxari. Artıq İmam Buxarinin şanının hər yana yayıldığı vaxt olur. Və Nisabur cəmaatı hətta xəlifə səviyyəsində İmam Buxariyə elə bir ehtiram, elə bir hörmət göstərir ki, İmam Buxari orada elə bir izzət görür ki, həyatı boyunca bunu görməyib. Yəni, zamanında hədis əhlinin imamı. İmam Müslim də oradadır. Nisaburdandır. Və İmam Buxari Rahiməhullah şəhərə gedəndə Muhammed İbni Yahya Əz-Zuhli, İmam Muhammed İbni Yahya Əz-Zuhli orada olur. Nisabur cəmaatının, hədis əhlinin imamı olub. İmam Müslimin şeyxlərindəndir. İmam Müslim onun yanında olur. İmam Müslim onun tələbələrindən olub. İmam Zuhlinin. Və sonra bir müddət keçəndən sonra İmam Zuhli, Allah ona rəhmət eləsin, nəfsində İmam Buxariyə qarşı həsəd əmələ gəlir. Görür ki, insanlar ona doğru axışırlar. Və bir neçə adam göndərir İmam Buxarinin məclisinə, onu Qur'anın məxluq olub olmaması ilə imtihan edir. Amma açıq aydın formada yox. Bu dediyim ləfsi formada. Və bir gün İmam Buxarinin dərsində biri qalxır və İmam Buxariyə sual verir ki, Qur'an oxuyanın o qirayəti məxluqdur ya, yox. İmam Buxari da hiss edir. Və deyir ki, İnnəl Qur'anə kəlamullah. Qur'an Allahın kəlamıdır. Və qeyru məxluq. Məxluq deyil. Deyir bunu, məxluq deyil. Və sonra buyurur ki, وَلَكِنَّ أَفْعَالَ الْعِبَادِ məxluqa. Lakin qulların feilləri isə məxluqdur. Çünki qarinin qirayəti qulun feili deyil, o feil məxluqdur. Və bu cür imtihan etməyi də bidətdir. Və əl-mühim İmam Buxarini bu fitnəyə salırlar. Hətta bu fitnədən sonra İmam Buxari kitab yazıb. Xalqu əf'alil ibad. Qulların əməllərinin məxluq olduğu barədə. Və hətta fitnə o dərəcəyə çatır ki, İmam Zuhli rahmetullahi aleyh bir gün məclisində deyir ki, kim İmam
yəni Buxardan hədis dinləyirsə, onun məclisinə gedib gəlirsə, mənim məclisimdən dursun, iştirak etməsin. Və 2 nəfər durur, biri də İmam Müslim. Tərk edir zuhulni. Və sonra gedir İmam Buxarinin yanına və İmam Müslim həm də İmam Buxarinin tələbələrindən olub. Və sonda vəziyyət elə hala gəlir ki, İmam Buxarini çıxarırlar. Qala bilmir orada bu fitnəyə görə. İmam Buxarini rahimehullahın dediyi söz haqq idi. Lakin indi baxın İmam Əhmədin dediyi sözə. İmam Əhməd rahimehullah deyirdi ki, fikir verin sözə. Kim desə ki, mənim Qur'anla olan tələffüzüm məxluqdur, o cəhmidir. Kim desə ki, mənim Qur'anla olan tələffüzüm məxluqdur, o cəhmidir. Və kim desə ki, mənim Qur'anla olan tələffüzüm məxluq deyil, o da bidətçidir. Yəni, hər iki qapı da bağlıdır. Bu nəyə oxşayır? Kim desə ki, Allah cisimdə, o kafirdir. Kim desə ki, Allah cisim deyil, o da bidətçidir. Əslində, bəli, məhz qarinin qirayətini, feylinin nəzərə alıb demək olar ki, bu məxluqdur. Amma çəkinmək ən doğru olandır. Niyə? Çünki bu möhtəməldir. Həm də sən qapı açırsan. Bu bir. Və ikincisi də ki, çünki sələfdən bu varid olmayıb. Aydındır. Ona görə fikir verin. İmam Abu Bakr rahimehullah deyəndə ki, Qur'an Allahın kəlamıdır və məxluq deyil, sonra bu məsələyə toxunur. Və deyir ki, qarinin, diqqət edin, qarinin onu oxuması, Qur'anı dili ilə tələffüz etməsi və Qur'anın sinələrdə, yaddaşlarda hifz olması və dillərdə oxunması və mushaflar üzərində, vərəklər üzərində yazılması onu Allahın kəlamı olmaqdan çıxarmaz, onu məxluq etməz. Aydındır. Və sonra buyurur ki, وَمَنْ قَالَ بِخَلْقِ اللَّفْظِ بِالْقُرْآنِ يُرِيدُ بِهِ الْقُرْآنِ فَقَدْ قَالَ بِخَلْقِ الْقُرْآنِ. Çox dəqiq. Deyir ki, kim desə ki, mənim Qur'anla olan tələffüzüm məxluqdur və bununla da tələffüzün özünü yox, Qur'anın özünü nəzərdə tutsa, o elə Qur'ana məxluq deyən, buna etiqad edənin özüdür. Amma tələffüzün özünü nəzərdə tutsa, yox. İmam Buxar deyən kimi. Amma yenə də daha gözəli və daha salamatı budur ki, bu məsələdən uzaq durulsun. Aydın oldu? Və üzüllü bilin, ola bilsin biraz çox uzatdım. Əslində başqa bir mövzuda vardı, onu saxlayıram. Barakallahu fikum, doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.